Əzizlər, söhbəti elə istəyirəm bu məcradan başlayam. Özünüz şahidsiniz, hər gün dəfələrlə yanından keçirsiniz. Görürsünüz ki, qəbristanlar yolların kənarındadır. Bu ondan ötürüdür ki, insanlar xatırlasın ölümü. Necə olar? 10 dəfə də evə daxil olsun, qocalar ki, atandır, anandır, nənəndir, babandır. Onlarla üz-üzə gələndə, onlarla salamlaşırsan, kölün alırsan, onlardan bəzi ərzihal eləyirsən, kölün nə istəyir? Çün bunlar diridirlər. Diri olduqları üçün insan vicdanən bunu yaşayır ki, bəli, valideynin rəğbətini qazanım. Nə fərqi var, ata diridir ya dünyadan gedib? Adam ya qəbristanda dəfn olar, ya həyatda, torpağın üstündə yaşayar. Bu mənaya ki, bizlərə öyrədiblər ki, qəbristanlar yolların kənarında olsun ki, insanlar bunları tez-tez xatırlasınlar, onların ruhlarına dualar oxusunlar, onlara həmd-ü səna desinlər, Fatihə, İxlas oxusunlar. Peyğəmbər-i İslam eləyə bilərdi. Allah Teala Həzrətə buyurub, mənim Həbibim, o ki, sən köç elədin Məkkədən Mədiniyə, Mədinədə dəvən harda yatsa, ora sənin həm məscidin olacaq, həm də evin. Az qəza gəldi indi Peyğəmbər əleyhissalamın qəbri şərifi olan yerdə, dəvə orada yendi dizinə və Həzrət Peyğəmbər orada sükunət elədi. Və 100 metr, 150 metrlikdə də Bəği qəbristanı inşa olundu. Ya qədimdən var idi və yaxud da sonradan inşa olundu. Ona görə ki, Həzrət demək olar, hər gün əsr vaxtında namazı əsri qılandan sonra gedərdi qəbristan-ı Bəğiyə, Fatihə verərdi, anardı onları. Onların haqqında duayı xeyr eləyərdi. Hər kəsin yadından ölüm çıxsa, həddini aşar. Kimin yadından, lap namaz əhli də olsa, lap gündə İmam Hüseynçi də olsa, ölümü xatırlamasa, ölümü gündə 3 kərə gərək xatırlayasan. Bayaq bir şey dedi Seyyidimiz, mən də onun sözünə təqviyyət verirəm, qüvvə verirəm, öz sözümlə yox, heç kəsin öz sözü yoxdur. Heç kəsin öz sözü yoxdur. Söz elə Allahın, Peyğəmbərin və məsumlarındır. O ki, qaldı bu məsələyə, Peyğəmbər-i İslam buyurub ki, gündə 3 kərə ölümü xatırlayın ki, şeytan yaxavıza müsəllət olmasın. Və həmçinin də o mələki ki, Allah Teala onu təyin edibdi insanların qəbzi ruhuna, gündə 3 dəfə hər kəsin evinə nəzər eləyir. 3 dəfə səhər, günorta, axşam hər kəsin evinə o mələk, mələkil-maut nəzər eləyir. O sənə nəzər eləyir, amma sən isə heç xatırlamırsan ki, bəli. Soruşdular ki, Rəsul-i Əkrəm əyləşmişdi, ətrafda da bir para insanlar vardılar. Həzrət buyurdu ki, kim gün ərəfəsində Qur'anı xətm eləyir,
Səlman-ı Fars dedi, mən. Kim ayı başdan başa oruç tutur, o əzizi İslam, gühənsal, yaşlı kişi dedi, mən. Bunu deyəndən sonra etirazlar oldu. Dedi Resul-i Əkrəm ki, ya Səlman, sən necə Qur'anı hər gün xətm eləyirsən? Dedi, siz buyurubsuz ki, Allah belə buyurur. Hər kim Sure-i İxlası 3 dəfə bütün varlığı ilə oxusa, bir Qur'anı tamamən xətm etmiş savabını Allah ona verər. Mən onu eləyirəm. Və buyurubsuz ki, hər kim ayın əvvəlin, ortasın, axırın oruç tutsa, bütün ay onun savab dəftərinə qeyd olar. Mən ayın əvvəlin, ortasın, axırın oruç tuturam. Dedi, barəkallah Səlman, düz deyirsən, demişəm. Sonra buyurdu ki, kim gecəni səhərə qədər namaz qılır, oyaq savabı ona verilir. Onda da Səlman dedi ki, mən. Necə ya Səlman? Dedi, siz buyurubsuz ki, dəstəmazın olsa belə, əlahiddə dayanasan suyun qarşısında, deyəsən, yatmaqdan ötürü dəstəmaz alıram qurbətən ilallah. Sonra daxil olasan yatağıva, ya zikr elə, ya eləmə. Xülasə budur ki, sən bu yatmaqdan ötürü dəstəmaz alıram qurbətən ilallah desin, səhərə qədər sənin üçün oyaq insanın namaz savabı yazılar. Bunu mən eləyirəm. Allah Teala tökübdür savabı bizim huzurumuza. Bu savablardan bəzilərimiz bilərəkdən, bəzilərimiz bilməyərəkdən məhrumuq. Ondan sonra Peyğəmbər İslam sual elədi. Ölüm insana nə qədər yaxındır? Xəttabın oğlu dedi ki, gözlə qaş arasında. Səlman-ı Fars buyurdu ki, ya Resulallah, olar mən deyim? Dedi, qoy mən bu gözlə qaş arasındanın cavabını verim ondan sonra. Dedi, ey Ömər, gözlə qaş arası 1000 illik yoldur. Gözlə qaş arası 1000 illik yoldur. Ya Səlman, ölümü sən nə cür görürsən? Dedi, fərz eləyirəm ki, ölmüşəm, mənə qusl verirlər. Dedi, amandır. Amandır. Mütəəssifanə ki, bəli, bunları biz yaşamırıq və yaxud ki, xatırlasaq, qorxuruq ki, elə səhər qarşımı, ya kandarımı, yaxud dəyimi kəsər, deyər ki, hə, hazırsan, ya Allah. Əvvələn ki, heç kəs bu səfərə hazır deyil. Bəs qədər qəza əməllərimiz var, oruc olsun, namaz olsun və müxtəlif boyunlarımızda haqqılar var. Bu haqqılar borcdan ibarətdir. Haqqun nas var, haqqullah var. Bunlar ki, hələ əda olunmayıbdır, olunmayıbdır. Adam istəmir ölsün. Ona görə ki, bu haqqılarla dünyadan köçmək başqa dolayısı mənada biraz çətin haqq hesabdır. Mütəal Allah ayə-i şərifədə buyurur ki, Allah Teala və Təbarək ölüdən dirini bara gətirir və dirini də öldürür. Bu neçə cürə təfsir olunub, neçə cürə. Bir məna budur ki, qış fəsli gedəndən sonra
təbiətin ki, ölmüş torpağı və gövərəntilər, cövrəntilər hamısı elə bir sükunətə qərq idi ki, ölmüşdü məsələn. Baharın nəfəsi dəyən kimin görürsən yerdən xırda-xırda iki yarpaq otlar çıxır, yaxud ki, ağaclar yavaş-yavaş çiçək açır və yaxud da görürsən ki, yerdən elə bilginən ki, buxar çıxır. Hara getdi bəs bu ölülük? Günəş, hava, iqlim öz təsirin qoydu, ölmüş təbiət dirildi. Bunu bizə ildə bir kərə Allah Teala göstərir. Bəziləri bu ölmüş təbiətin dirilməyini 50 dəfə görüb. Yəni 50 il anlayan şuurlu surətdə yaşayıb görüb. Gərək bu adam daha yəqinliyə çatsın ki, mən öləndən sonra məni Allah nə eləyəcək? Təbiəti diriltdiyi kimin məni də dirildəcək. Adam xam yaşamaz. Və məğrur olmacinan hanı Rüstəm, hanı Zöhrab, hanı ol İskəndər şöhrəti tutmuş idi üçün onların dünyanı. 5 manatla, 5 günlük mikinətlə, vəzifə ilə səni yalançı təriflər aldatmasın. 5 günlük pul, mənsəb, ağalıq yadından çıxartmasın ki, səndən də qüvvəliləri torpağın altında tozdur, toz. Heç səsləri də çıxmır. Hanı yol İskəndər? Olar ki, istəyir adil olsun, istəyir zalim. Ədalətli insanlar olsun, ya qeyri-ədalətli. Onlar hamısı da ölübdür, hamı gedibdir. Sən də onların sırasına gedəcəksən. Köyllə deyil ki, istəsən də, istəməsən də. Yaxşı olar ki, sən Allah rızayətini əldə edəsən. Allah razılığını əldə edəsən. Gördünüz? Bir var ki, bir insana zərbə dəyib, huşu gedib. Və huşu gedib, qanı axır və ruhi təslim olunur, canı çıxır. Bir də var ki, bu qutb-i ilahidir. Elə bir xeymənin mərkəzi oxudur. Xeyməni xeymə kimi nümayiş etməcə bunun ən böyük rolu var. Ortada dayanan sütun kimindir? Yəni İmam Hüseyin, yəni Həzrəti İmam Həsən, yəni Zeynül Abidin, Muhammed-i Baqir, Əliyyəl Mürtəza, bunlar olsun. Bunlar şəxsiyyətlərdir. Bunlardan ki, Həzrəti Hüseyin əleyhisselamın biz məcməinə yığışmışıq, onun məclisində istəyirik ki, Peyğəmbər bizdən razı olsun. Anası Zəhra salamullahi əleyha bizdən razı olsun. Və məsumlar bizdən razı olsunlar. Ona görə biz qara geyinmişik. Sinəmizə vururuq, dizimizə vururuq. Ağlayırıq, qəmgin oluruq. 1000 dənə sənə xatirə at ondan deyilsə bu dəqiqə, heç tükün tərpənməz. Baxmayaraq ki, 25-30 il sənin xidmətində gecə-gündüz türməyə gəlib, xəstəxanaya gəlib, əskərliyə gəlib. Hər zadıvı sənin nəzərə alıb, valideyn borcudur deyibən, hər işdə səninlə şərik olub. Amma bugün 10 ildir vəfat eləyib, heç ölən günü də bəzən yadıva düşmür. Nəinki Yasin oxuyasan,
nəinki filan, bəli. Amma Peyğəmbərin adı gələndə onun pak ruhuna salam, salavat deyirsən. Və yaxud hər hansı bir əimmənin adı gələndə əleyhissalam deyirsən, səlavatullahi və salamuhu aleyh deyirsən, yaxud onların müsibətin xatırlayəndə kövrəlirsən, ağlayırsan, yeri gələndə pulundan keçirsən, yeri gələndə zəvvari olursan, xülasə hər karda istəyirsən ki, sən özvə nisbət elə bilginən ki, sən özü məhəkə vurursan. Məhək, qızıl işini bilənlər bilirlər. Qızılın saflığın, misliğin ispat eləyən bir alətdir, məhək. Qızılı sürtürlər, misliyi, qızıllığı bəlli olur. Sənin də kimliyin bu şəxsiyyətlərlə bəlli olur. Nə miqdar insansan bəlli olur. Əqidün nə miqdardır bəlli olur. Bir xatirə ərz eləyim sən əzzələ. Əbazərlə Səlmanın bir dərəcə fərqi var. Hər ikisi məktəbi Peyğəmbərdə kamilləşmişdi. Əbazər elə bir şəxsiyyətdir ki, o ərbəədən sayılırdı. 4 nəfərdən biri idi. Əmmar ibn Yasir, Miqdad, Səlman və Əbazər. Bunlar 4 adamdır. Peyğəmbərdən sonra bunlar döyüldülər, söyüldülər, incidilər, əziyyət çəkdilər. Amma Həzrəti Əlinin kənarından heç yerə getmədilər. Əbazər baxmayaraq ki, Peyğəmbərin xidmətində idi. Baxmayaraq ki, Peyğəmbərin əziz əshabı idi. Səhabə yəni Peyğəmbəri görən. Səlmanla bunun bir dərəcə fərqi var. Səlmanda bəzən xariqil-adə şeylər vardı. Bir gün Səlman bir ecaz, kəramət onunla nümayiş oldu. Əlbəttə təklikdə ya. Məsələn, bəzən müminlər var, bəzən aşiqlər var. Allahla öz arasında rabitəsi olan kəslər var ki, onlar bunu sirli olaraq saxlayırlar. Müştehidlərin hamının ruhuna öz atanınla salavat hədiyyə elə. Ərz eləyim ki, bu məsələ Mərəşi Nəcəfidən ərz-i ədəb olub. Allah rəhmət eləsin hamısını. Mərəşi Nəcəfi etikaf eləyibdi İmam Zaman əleyhisselamı görməyə. Qərarı bu olub ki, gedim Səhlə məscidində oturum. İndi mən mükaşifədə İmam Zaman əleyhisselamı görəcəyəm. Orada məqam var da, İmam Zaman əleyhisselamın adına məscid var, yer var Səhlə məscidində. Gəlib oturub orada da deyir, soyuqlu bir gecə imiş. Soyuqlu bir gecə imiş. Bunun da bilmirəm qəfədanı imiş, yox bir dənə istəkanmış, neymiş? Bir istəkan bunun çayı varmış. Oturub gözləyir ki, o əməllər ki, lazımdır etmək etmişəm, indi Həzrəti mən müşahidə eləyəcəyəm. Qəfildən özdə soyuq bir gecə imiş. Qəfildən görür ki, bir dənə cavan yaxınlaşdı. Deyir ona ki, Səyyid, olar bu çayından mənə verəsən. Bunun da bir stəkan çayı var. Nə demir ki, verirəm, nə də demir ki, misal vermirəm. O bir də bunu adı ilə çağırır. Bu gecə ilə bunun adını kim bilir? Əbanı çəkib başına, o öz aləmində ağanı gözləyir. Bir də adı ilə bunu çağırır ki, çayından olar bir mən için.
biraz qəhrlə. Axı bunu aləmdən ayırır. Fikir aləmindən bunun şəxsin istəyi ayırır. Gələ içkinə. Bir də baxır ki, yoxdur həman kəs. Vay olsun mənə. Mən onu gözləyirəm. O məndən çay istəyir, mənim isə ona münasibətim qəhrlə, qəzəblə. Ey dad, bu gecə ilə mənim adımı kim bilir ki? Ağa gəldi, mən isə onu tanıya bilmədim. Bunu halatında yazıb, yazandan sonra altında da bir sətir yazıb ki, mən nə qədər ki sağam, bunu heç kəsə deməyim. Mən öləndən sonra məsləhət bir söz aşkar eləyərsiniz. Bilirsiniz niyə? Bu ona görədir ki, bunlar heç zaman riyani, ondan sonra xudpəsəndliyi, özünü bəyənməyi ortaya qoymayıblar, heç zaman. Heç zaman istəməyiblər ki, bunların şöhrətindən ad aparsınlar. Dünyada bu kişinin kitabxanası, bu kişinin sadatı tanımağı dərəcə yekdir, birinci dərəcədir. Bunun nəinki İranda, heç dünyada misli yoxdur, Mərəşi Nəcəfinin. Amma bax, nə sadə insanmış, necə qorxurmuş imanı üçün, necə diqqətliymiş ki, heç zaman tərifə uymayıb, heç zaman bəyənməyib ki, bəli, insanlar bunu görəndə sussunlar, bunu görəndə biraz diqqətli olsunlar, sadə mənalı keçə, ömrü bu dünyada gərək, sadəlik bir yaraşıqdır, olasan, sadə gərək. Əgər bir şəxs Peyğəmbərin, Əhl-i Beytinin, məktəbinin xüddamıdırsa, xidmətçisidirsə, o elə bəsdir də ona. Lazımdır ki, onun əlini öpsünlər, lazımdır ki, o gələndə ayağa qalxsınlar, lazımdır ki, onun qulağı elə orada-burada olsun ki, görəsən mənim tərifimi kim eləyir? Və yaxud ki, bir söhbət də elədi, bir yığıncaqda, bir xütbət elədi, çıxsın bayra ondan bundan sonra necə danışdım. Ay bədbəxt. Sərraf, xiyal eyləmə sərraf-ı süxənsən. Bir misrası çıxıb yadımdan. Söz sahibi bir özgədir. Vallahi nə sənsən, salmış o sənin yadı və ləbbeyk, əli ləbbeyk. Allah Teala əgər bir adamın yadına bir şey salmasa, yekə başlıqla döyür. Çalış ki, sənin yadına bir şeyi Allah salsın. Şeytan salmasın. Şeytan salsa çətin olar. Şeytanı kim tanıyıb? Peyğəmbərlər. Bir gün şeytan məlun Musa əleyhissalama buyurub ki, ya Musa, deyinəm Bismillahirrahmanirrahim. Nə deyib Həzrəti Musa bilirsiniz? Deyib, demirəm. Deyib, ya Musa, mən sənin Allahın adını deyirəm də. Deyib, çün sən deyirsən, demirəm. Görəsən onun ardında nə var? Çün sən şeytansan. Çün sən şeytansan, mənə sən Bismillahirrahmanirrahimin deyilməyini məsləhət görürsən, çün sən deyirsən, mən demirəm. Onun ardında bir kələk var. Əlbəttə, Peyğəmbərlər tanıyıb. Mən yeri gəlmişkən bunu deyirəm, ola bilsin mənim əzizim də xəta eləsin, səhv eləsin. Nə olar? Adam səhvsiz ola bilər, səhvsiz insan olmaz. Bir gün Peyğəmbər İslam Mədinə məscidində bir küncə baxırdı, dedi, məlun burada nə edirsən?
nə danışırdı? Həzrətin danışığın xəlaiq eşidirdi, amma cavab eşitmirdilər ki, kimdən danışır Peyğəmbər? Ondan sonra buyurdu ki, ay məlun, niyə burada belin bükük durmusan? Mislin ki, o deyirmiş ki, sənin ümmətin əlindən belin bükülüb. Şeytan deyirmiş. Həzrət buyurur ona ki, mənim ümmətim nə edir sənə? Dedi, nə qədər ki, sənin ümmətində 3 xasiyyət var, mənim belim elə bükük olacaq. Deyib, hansı xasiyyətlər? Deyib, biri budur ki, hər namazdan sonra istiğfar eləyərlər. 70 dəfə. 70 dəfə əstəğfirullah Rabbi və ətubu ileyh deyərlər. Ne üçün 70'dir, 60 deyil, 80 deyil, 71 deyil, 69 deyil? Çünkü ərəblərdə 70 rəqəmi çox məşhurdur. Məsəl üçün, ərəb deməz ki, Azərbaycanlı deyən kimi, 1000 dəfə sənə deyirəm, başa düşmürsən. 1000 dəfəni biz deyirik. Bizim dilimizdə çox işlənir bu 1000 dəfə. Ərəb deyər ki, 70 kərə deyirik sənə, başa düşmürsən. Ərəbdə 70 məruf olduğu üçün odur ki, onların dili ilə bir para 70'ə aid sözlər var. 70 istiğfar var. Məsəl üçün, ya məşərəl cinni vəl-insi in istətə'tu mən tənfüzu min əqtarı səmavat fənfüzu la tənfüzuna illa bisultan fəbi-əyyi əlâi rabbikuma tukəzziban. La bir şeyin min əla'i ki, yoxdur Qur'anda. Amma özümüz onu deyirik, yardıyacam. Bu Yunus surəsinin, üzr istəyirəm, Rəhman surəsinin ayəsidir bu. 70 dəfə deyilib. Ki, bunu 70 dəfə deyilib. Bir para əməllər var, 70'ə bağlıdır. Həzrət buyurdu ki, nə eləyirlər? Dedi ki, hər namazdan sonra 70 dəfə istiğfar eləyərlər. Səhərdən gün artıya qədər qurduğum kələklərin hamısı isə gedər, pozular. Ondan sonra nə olar? Dedi, ondan sonra budur ki, sənin adın gələndə bəhkdən salavat deyərlər. Ondan sonra nə olar? Dedi ki, onlar ibadətdən, duadan sonra, salam salavatdan sonra təmənnəşərlər, görüşərlər. Mən ki, müminlə görüşdü, onun arasına girə bilmərəm. Bunu tərk edib adamlar. Bu işi tərk edib. Mollası da tərk edib, axundu da tərk edib. Ad qoyub ki, bəli, cəmaatın hərəsində bir virus var, filan var. Xəstəlik var. Əzizlər, əvvələn ki, dəstəmazlı insan ki, məscidə daxil olur, bunda virus olmaz. Bu burası. Və saniyən, bir adam təama ki, deyir, Bismillahirrahmanirrahim, həman təamda olan mənfi təsirlər o Bismillahın vasitəsi ilə müsbət olar. Zərər verənlər hamısı fayda verərlər. Bismillahın bərəkətindən. Hardan deyirsən? Bu da hədisdir. Rücu etsə, qarşıva çıxsa, hər əmri müşkülə. Müşkül nəyə deyirlər? Bir dənə qıfildir, açarı tapılmır. 1000 dənə açardan yəqin biri düşəcək. Yəni 1000 dənə açarı salarsan, çağırtırsan. Bu müşkül budur ki, 1000 çətinlikdən biri həllini tapar. Məhal isə bundan artıqdır. Məhal, la məhala. Məhal iş çox çətindir həlli. O cəhətdən deyiblər ki, bir kəsin əgər müşkülü olsa, Bismillahirrahmanirrahim desə, müşkül həllini tapar. O müşkül həllini tapar. Rücu etsə hər əmri müşkülə bir ziyahət əzm, yəqinən döndərər ol müşkülü asanə Bismillah.
Eşitməmisən ki, qaranlıq gecədə xop bürüyəndə səni Bismillahirrahmanirrahim desən, sənə bir ürək gəlir. Allah Taala'nın bu lütfüdür. Bəs əzizlər, təmənnəşməkdə şeytanın fərarı var. Şeytan qaçar. Amma ərz olsun ki, onlar ki, Kərbəlaya yığılmışdılar. Kərbəlaya yığılmışdılar. Onların hamının kəbinləri şərarədən qaynaqlanmışdı. Südü ilə zati pak olan imamə daş atmaz, imamə ox atmaz, imamə qarşı çıxmaz. Nütfəsi pak olanın hövsələsi dar olmaz. Bir adamın nütfəsi pak olsa. Nə qədər insan vardı? Azı 35 min deyirlər. İbn Şəhraşub, Şeyx Mufid, Seyyid İbn Tavus, Əllamə Məzlisi, Şeyx Tusi, Kərbəlaya gələn qoşunlar barəsində rəyləri var. Məqtəl kitablarında var. Ulduzların sayı necə ki saymaq çətindir. Əgər yuxarıdan baxsaydılar Kərbəla çölünə, leşkərin sayı bu idi. Amma nə deyir bu biçarə alimlər? Deyir ki, 35 min nəfərdir. 35 min nəfərin 34 minin qoy kənara, o 1000 nəfərlə 70 nəfərin nə qədər fərqi var? İndiki milyonlar var Ərbəin ziyarətində. Hardadır o Yezid ibn Muaviyyənin leşkəri? Hardadır Übeydullah ibn Ziyadın qoşunu? Hardadır Ömər ibn Sədin qoşunu? Hardadır şimdi ki Peyğəmbər ailəsinə adam da xırdacal qızları döyər, adam da kimsəsizlərə taziyanə vurar. Bunlar adamdılar. Hərdən görürsünüz vəhşi təbiətdə şiri, bəbri, pələngi, cüyürün, ceyranın balasını yemir. Yemir. Bunun əqli ki yoxdur. Amma ehsasatı var. Və halon ki, onlar elə biri-birindən faydalanır, biri-birini yiyirlər. Bəzən heyvanlar da, belə desək, mərhəmətlidirlər. Bəs bunlar insan cildindəydirlər. Amma bunu deyim, və yüsəmma bis-səmai bi kəlbin və xinzirin. Allah vücudun səlamət eləsin. Biz Təbrizdə gedərdik. Ərdəbildən dəvət olunmuşdu həman şəxs, alim idi. Onun xütbəsinə bir ay orucluğu gedərdik hər gün onun xütbəsinə. O bir gün xütbədə dedi, adın özün demirəm. O bir gün xütbəsində dedi ki, Allah Taala'nın bir para mələkləri var. Göy aləmindən insanlara nəzarət eləyir. İnsan ki, həddini aşır, ona ad qoydu eləyir. Görürsən, göydən mələkdir, həman şəxsə deyir ki, dur əz məscid-i mənbərsən, dördəyaqlı mırdal heyvansan. Və yaxud ki, xaçpərəstlərin o kəsib yediyi mırdar heyvanın bəzən adın ad qoydu eləyir o günah əhlinə. Bunu insan, sənin kimi insan qoymur ha. Bunu mələk qoyur, mələk deyir. Və yüsəmma adlandırır bis-səmai, göydən. Kimlər? Mələklər. Və kəlbin və xinzirin. Bəzən də dördəyaqlı mırdalın adını qoyur və bəzən də yiyilən mırdalın adını insana qoyur. Mələk ki, bir günah səbəbindən bir adama ad qoydu elədi, onun hansı işi düzələr?
Peyğəmbər əleyhissalam sağlığında deyib: Allahümmə ləən əvvələ zalimin. Allah lənət etkinən birinci zülm eləyənə. Mümkündür ki, qabildir və yaxud ki, mümkündür ki, o səqifədə cəmləşən kəslərə işarədir. Burada həm də deyir ki, əvvələ zalimin zələmə, zülm elədilər, həqqə Muhammedin və ali Muhammed. Muhammed və onun alinə zülm elədilər. Burada istisna oldu, qabildən keçdi. Yəni yetişdi bir zamana ki, Peyğəmbər bunları bütpərəstlikdən, müşriklikdən, bir-birinin malına, qanına, canına suy etməkdən bunları insanların sırasına getirdi. Bunlar ise kəmingir oldular. Kəmingir bilirsiniz kimə deyirlər? Kəmingir ovçuya deyirlər, ovçu. Ovçu o qədər səbr eləyər, hətta nəfəsin belə yavaş dərər ki, ta eləsin, o ov hiss eləməsin, o ovu rəmləsin, oxlasın, vursun, ta məqsədinə çatsın. Bunlar da Peyğəmbərin sağ solunda vardılar. Zaman gözləyirdilər ki, bəli, Peyğəmbər bir zaman dünyadan geçsə, bunlar o geçsinlər, köhnə adablarını salsınlar işə. Sizə bir dənə Muaviyyədən bu cümləni deyim, yaxşıca, bolluca bu gecə səhərə qədər Muaviyyəyə lənət deyəsiniz. Muaviyyə bir gün gəldi məscidə, dedi cəmaət, istəyirsiniz namaz qılın, ya siz qılmıyın. İstəyirsiniz oruç tutun, ya tutmayın. Mənə onun bir rəbti yoxdur. Mənə bir ağır yüngüllüyü yoxdur. Amma bilsəm ki, mənə qarşı çıxmısınız, hamınızı sizi zülm altında, işgəncə altında həlak eləyərəm. Məni özünüzə əmir bilməlisiniz. Bundan xəlifə olar. Xəlifə belə olur. Xəlifə deyildi bu. Bunlar hamısı ovçu idilər, əyləşmişdilər, güdürdülər zamanı ki, Peyğəmbər dünyadan gedəndən sonra ta inki bunlar eləyə bilsin, öz siyasətlərini meydana gətirsinlər. Allahın lənəti olsun o kəslərə ki, Peyğəmbər ailəsinə zülm etdilər. Allahın lənəti olsun o kəslərə ki, Həzrəti Zeynəb-i Ülya o şəxsiyyətdir ki, bir zamanda Kufədə onun kandarını süpürənlər fəxr eləyərdilər. Amma Kufəyə əli qolu bağlı gələndə damlardan qamışı zeytun yağına salırdılar, qamışı. O isti havada qamışı yandırırlar, atırdılar Əhl-i Beytin başına. O kandar süpürmək nə idi və bu işlər nədir? Çoxların tanıyırdı Həzrəti Zeynəb-i Ülya. Odur ki, şairlər bunları nəzmə çəkib, siz o adamlar döyürdünüz, fəxr eləyərdiniz bir-birinizə ki, bu Əli qızı Zeynəbdir. Səhmədə, Soğlətdə bu bir şəxsiyyətdir ki, Übeydullahın qarşısında durub, İbn-i Mərcanə deyirlər, İbn-i Mərcanə Übeydullah ibn Ziyada. Mərcanasının adı ilə çağırırlar onu. Anası pozğunun pozğunu idi. Yezidin nənəsi kimin? Bəli, indi Məkkəyə baxır, Muaviyyənin adına küçə var. Muaviyyənin adına küçə var. Bəzən də belə bir söz deyirlər ki, Qərb dünyasında gərək Muaviyyənin büstün cəvahirdən qoysunlar. Ne üçün? O əgər Əlinin qarşısına çıxmasaydı, Kurre-i ərzi Əli İslam eləyəcəkdi, sizə heç növbə çatmayacaqdı. Sizə hakimiyyət üçün bir nüsrət, fürsət olmayacaqdı. Muaviyyə idi ki, onun qarşısına çıxdı. Allah sənə lənət eləsin. Allah atova lənət eləsin, anova lənət eləsin.
sülaləvə lənət eləsin ki, xəbis bir nütfənin adamıydın, xəbis bir mındarın biriydin, sənə əmarət lazımdır ki, əmirlik eləyəsən və Peyğəmbər ailəsini qətliam eləyəsən və o Mərvan, ya bu Muaviyyə, o Əmr ibn As xalis kələydilər. Sən kələyin tərəfində olma cinan. Vəssalamu aleykum mən ittəbə'əl huda. Bismillahirrahmanirrahim.